Salam aleykum, dəyərli izləyicilər. Heyvandarlıqda hamının bildiyi, amma ən çox səhv etdiyi bir mövzu var. Quzuları anadan nə vaxt ayırmaq lazımdır və ayrılıqdan sonra onlara necə baxmalıyıq ki, quzu arıqlamasın, əksinə sürətlə çəki yığsın. Çox adam quzunu anadan ayıran kimi heyvan stresə düşür, qarnı şişir və böyüməsi dayanır. Bugün sizə Azərbaycanda tətbiq olunan ən doğru elmi və praktik quzu ayırma metodunu və sonraki baxım rasionu izah edəcəm. Kanala abunə olun, qızıl qaydalara keçək. Quzunu anadan ayırmağın ən ideal vaxtı onun üçün 3 aylıq, yəni 75-90 günlük dövrüdür. Bu vaxt quzunun canlı çəkisi minimum 18-22 kiloqram arasında olmalıdır. Niyə məhz 3 ay? Çünki ana qoyunun südü artıq 2 aydan sonra kəskin azalır və quzunu doyurmur. Burada hansı quzulardan söhbət gedir, onu da sizə nəzərinizə çatdıracağam. Hansıları ki, siz ətli istiqamətdə onları kökəldib və satacaqsınız. Damazlıq özünüzə saxladığınız, məsəl üçün ayırdığınız quzuları 3 ayında ayırmağa ehtiyac yoxdur. Mən hətta deyərdim ki, doyunca ana südü ilə bəslənsinlər. Quzu sutqalıq qidasının 80%-ni artıq kənardan, otdan və yemdən almalıdır. Səhv üsul hansıdır? Quzunu qəfil tutub anadan ayırmaq qəti olmaz. Bu quzuda nəhəng stres yaradır, heyvan günlərlə mələşir, yemlə kəsilir və nəticədə arıqlayır. Düzgün üsul ayrılmaya 2 həftə qalmış quzuları gündə cəmi 1-2 dəfə səhər və axşam anasını əmməyə buraxın. Günün qalan vaxtını isə analardan ayrı xüsusi quzu bölməsində saxlayın. Beləcə, 3-cü ayın sonunda quzunu tam ayıranda o heç hiss etməyəcək və stresə də düşməyəcək. Çünki stres, bilirsiniz, quzunu zəiflədə bilər və çəki yığmalına mane ola bilər. Quzunu tam ayırdığımız ilk günlər ən təhlükəli dövrdür. Buna diqqət yetirin. Çünki quzunun mədəsi, işkəmbəsi hələ tam formalaşmayıb. Yaxşı nəticə almaq üçün bu 3 addımı mütləq almalısınız. Parazit və qurd dərmanları. Anadan ayrılan quzu dərhal qurd dərmanı, məsələn, daxili və xarici parazitlər üçün iynə və ya həb verilməlidir. Azərbaycanda quzuların kökəlməsinin bir nömrəli kökəlməməsinin bir nömrəli səbəbi daxili qurdlardır. Qurd heyvanın yediyi yemi soğurur, quzu isə quru sümük kimi qalır və bu onun çəki artırmağına mane yaradır. Dabaq və digər peyvəndlər rayon baytarınızla məsləhətləşib dabaq və xüsusilə qapalı bəsləmədə yaranan anaerob infeksiyalara bəzi yerlərdə buna bəbək xəstəliyi və ya qara daxil deyirlər. Qarşı peyvəndləri mütləq vurdurmaq lazımdır. Təmiz su və yalama daşı quzuların qabağında hər zaman təmiz, nə çox soyuq olmalı, nə də çox isti olmayan su və minerallarla zəngin yalama duzlar daşları olmalıdır. Və bilirsiniz ki, bu heyvanın iştahını açacaq. Deməli, anadan ayrılmış quzuya hansı yem verməliyik ki, 3 aya 45 kiloqrama çatsın? Qətiyyən heyvanın qabağına birdən-birə arpa tökməyin. Quzunun mədəsi tanar, kilidlənər və heyvan ölə bilər. İlk 1 ay üçün ən ideal, məsəl üçün, belə edə bilərsiniz, quzu yemi qarışığı, başlanğıc rasionu 50% və yaxud üyüdülmüş arpa yarması 30% buğda kəpəyi, mədəni yumuşaltmaq üçün bunları edə bilərsiniz, məsələn, 15%. qarğıdalı, 15% qarğıdalı və ya pambıq günə baxan
çəkəsi deyirlər ona. Şrot protein üçün 5%, vitaminli premix və yem təbəşiri. Ot olaraq isə quzunun qabağına yalnız zərif, yarpaqlı, yonca otu qoyulmalıdır. Yəni kobud, qalın belə deyək, gövdəli otlar olmamalıdır. Qalın, odunlaşmış otları quzu həzm edə bilmir. Yəni ona problem yarada bilər. Yemi gün ərzində az-az, təzə, yəni 3 dəfə və yaxud 2 dəfə də verə bilərsiniz. Bir dəfəyə çox tökməyin, quzu yemi tapdalayıb korlaya bilir. Quzunu 3 aylığında yavaş-yavaş stressə salmadan ayırsanız və qurd dərmanları vaxtında versəniz, arpa, kəpək qarışığı ilə bəsləsəniz, sizin quzularınız günə minimum 250-300 qram çəki artıra bilər. 3 ayın sonunda hər quzunun 45 diri çəkiyə çatacaq. Bu, hansı quzulara aiddir? Cins heyvanlara aiddir. Bu da hazırki 9 manat 50 qəpik 10 manat diri çəki qiyməti ilə sizə böyük xeyir gətirə bilər. Buyurun şərhlərdə yazın, siz öz təsərrüfatınızda quzulara neçə aylığında analardan ayırırsınız və kanalımıza abunə olun. Növbəti video görüşənədək bu videoda Azərbaycanda quzuların süddən kəsilməsinin, anadan ayrılmasının ən doğru vaxtını, stresə salmadan ayırma üsullarını, qurd dərmanlarının vurulma qaydasını və 3 aya 45 kilo çəki almaq üçün xüsusi quzu yem rasionu sizə izah etdim. Bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Kanalımıza abunə olun ki, belə maarifləndirici videoların davamı gəlsin. Əssalamu aleykum, əziz izləyicilər.